Valideynlərim məni səhnəyə qoymurdular, müğənni olmağımı qəti surətdə istəmirdilər. Mən oxumaq istəyirəm, mən rejissor olmaq istəmirəm. Onu televizorda çıxıb oxumuşdum, ondan sonra evdə böyük bir qırğın olmuşdu. Niyyətin ara, mənzilində ora. Və Nigar mənə dedi ki, kimi gözləyirsən? Çıx da, çünki Nigar bilirdi artıq. Mən onlara söz verdim ki, siz mənimlə fəxr eləyəcəksiniz də. Mən sizin başınızı aşağı salmayacağım. Və bu gözəl sənəti mən gözəl təbliğ eləyəcəm. Bax, belə gəldim, çıxdım. Ümumiyyətlə, ailəmdə çox göstərmirəm. Mən Zülfiyə xanım Babayevayım, mən müğənniyəm, mən belə olma. Yox, orada eləmə, burada eləmə, buna belə baxarlar, ona. Bəs evimdə, orada mən nə istəyirəm, onu da eləyirəm. Və mən orada azadam. Mən deyim ki, mən oturum planlar qurum. Yox. Mən bu günümü yaşayan insanlardan. Çünki o bir söz var, dünən yox, bugün yox, sabah yox, bu gün də yox, bu dəqiqə, bu saniyə var.